Ali təhsil müəssisələrində tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Bu barədə APAya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər 19 avqust saat 23:59-adək qəbul olmaq istədikləri ixtisasları abituriyentin elektron ixtisas seçimi ərizəsinə daxil edib təsdiq etməlidirlər. 18 avqust saat 09:45-ə olan məlumata əsasən 70.428 abituriyent ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar. Müsabiqədə iştirak edənlər abituriyentin elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən abituriyent məsləhət mərkəzlərinə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər. Məlumatda qeyd olunub.